Litosfer nəyə deyilir? Litosfer nəyə deyilir? Bəli, yer qabığı ilə üst mantıya birlikdə litosfer adlanır. Yer qabığı ilə üst mantıya birlikdə litosfer adlanır. Yer qabığı ilə üst mantıya birlikdə litosfer adlanır. Litosfer nəyin üzərində hərəkət eləyir? Litosfer nəyin üzərində hərəkət eləyir? Litosfer astenosferin üzərində hərəkət edir. Yaxşı, litosfer tavaları iki cür olur. Böyük və kiçik, yazmayın. Böyük və kiçik litosfer tavaları. Böyük litosfer tavalarından hansı yalnız okean tiplidir? Tamamilə doğrudur. Yəni, okean tipli litosfer tavası ilə materik tipli litosfer tavasının fərqi nədədir? Okean tipli litosfer tavası ilə materik tipli litosfer tavasının fərqi nədədir? Okean tipli litosfer tavasında qranit qat yoxdur. Materik tipli litosfer tavasında isə qranit qat mövcuddur. Tamamilə doğrudur. Kiçik litosfer tavalarından hansı yalnız materik tiplidir? Bəli, Ərəbistan yalnız, Hindistan yox, Ərəbistan yalnız materik tiplidir. Qalanları həm materik, həm okean tiplidirlər. Yox, daha doğrusu fikrim qarışdı, buradan bayaqdan şey eləyirlər. Deməli, Ərəbistan yalnız materik tiplidir, qalanları okean tiplidir. Bəs böyük litosfer tavalarından Sakit okean yalnız okean tiplidir, qalanları? Qalanları necə? Bəli, həm materik, həm okean tiplidir. Məsələn, Avrasiya litosfer tavası həm materik tiplidir, həm okean tiplidir. Çünki okean hissəsi də aiddir. Böyük litosfer tavaları, kiçik litosfer tavalarından danışdıq. Deyin görək, hansı litosfer tavaları qərbə doğru hərəkət eləyirlər? Hansı 3? 3 dənəli bir mesajda. Bir mesajda. Hansı 3 litosfer tavası qərbə doğru hərəkət edir? Ay, sağ olun. Sakit okean, Şimali Amerika və Cənubi Amerika litosfer tavaları qərbə doğru hərəkət edirlər. Yaxşı, deyin görək, materik və okean tipli tavaların toqquşma zonası necə adlanır? Diqqətli olun Günel müəllimə. Materik və okean tipli tavaların toqquşması. Konvergent demək olar, xüsusi konvergentin tərkibində necə adlanır? Əlbəttə ki, subduksiya. Subduksiya zamanı quruda dağlar yaranır. Okeanda bəs hansı iki relyef vahidi yaranır, belə deyək?
Bəli, dərin novlar və adalar qövsü yaranır. Yaxşı, Peru novu, Çili novu hansı iki litosfer tavasının toqquşmasından yaranıbdır? Cənubi Amerika və Nazca, Sakit Okean yox. Cənubi Amerika və Nazca litosfer tavalarının subduksiya zonasında yaranıbdır. Bəs Kordilyer dağları hansı litosfer tavalarının subduksiya zonasında yaranıbdır? Bəli, Şimali Amerika və Günay müəllimə, Hind, Avstraliya, Avrasiya yox. Kordilyer dağları deyirəm, Himalay dağları yox. Kordilyer dağları Şimali Amerika və heç nə olmaz müəllimə. Şimali Amerika və Sakit Okean tavalarının subduksiya zonasında yaranır. Kolluziya nə idi? Kolluziya. Kolluziya nə idi? Toqş, düppədüz. Materiklə materikin, iki materik tipli tavanın toqquşmasıdır. İki materik tipli tavanın toqquşmasından nə yaranırdı? Yalnız sıra dağları, bəli. Məsələn, onda mənə deyin görək. Himalay dağları hansı litosfer tavalarının toqquşmasından yaranıbdır? Himalay dağları, Günay müəllimə. Hind, Avstraliya və Avrasiya litosfer tavasının toqquşmasından yaranıbdır. Yaxşı. Bir də var. Divergent. Divergent ayrılmadı, yazmayın, ehtiyac yoxdur. Tavaların bir-birindən uzaqlaşmasıdır. İndi mənə deyin görək, İslandiya adası hansı litosfer tavalarının divergentində yaranıbdır? Şimali Amerika və Avrasiya tavalarının divergentində yaranıbdır. Yaxşı, bu tavalarının hərəkətini İslandiyada hansı milli parkda müşahidə etmək olar? Adı səhv yazsız da olar. Əsas odur ki, Tingvellir milli parkından söhbət gedir. Bəli, xeyirlə bir dənə yazacaqsınız. Bəli, xeyir. Eyni anda biz əllərimizi sağa sola açsaq, hansısa bir ərazidə həm Şimali Amerika, həm Avrasiyada ola bilərik? Bəli, xeyirlə. Maraqlı sualdır. Bu sevindirici haldır. Bəli, Tingvellir milli parkında eyni anda kanyon kimi bir yerdir. Əlimizi açsaq sağa sola. Yəni, həm Avrasiya litosfer tavasına, həm də Şimali Amerika litosfer tavasına toqquşmuş hesab olunuruq. Yaxşı, onda mənə deyin görək. Pasxa adası hansı litosfer tavalarının divergentində yaranıbdır? Sakit Okean və Nazca. Pasxa adası hansı ölkəyə aid idi? Yaxşı, bir dənə maraqlı sual. Çili dünyada ölkələr arasında nəyinə görə fərqlənirdi? Biz nə deyirdik Çili barədə? Yox, faydalı qazıntı tərəfdən demirəm. Ən uzun. Bəli, ən uzun ölkə. Misə görə fərqlənən var da, yenə də Çilidir, Perudur, Zambiyadır, Zimbabvedir.
Ən uzun ölkədir. Həm ay sağ olun Sidqə müəllimə düzdür. Ən az saat qurşağında yerləşən ölkə, belə deyək. Yaxşı, Galapagos adası hansı litosfer tavalarının divergentində yaranır? Galapagos adası hansı litosfer tavalarının divergentində yaranır? Nazca və Kokos. Tamamilə doğrudur. Galapagos adaları uzaqdan nə ilə diqqət çəkir? Belə deyək. Hərə bir nəyəsə uğur qazananda orada nə düzəldir? Yox, o şey deyil, mən dediyim nədir? Bu Tısbağa adalarıdır. Yox, Heykəl adaları Paska deyildi o zaman. Galapagos adaları Tısbağa adalarıdır, yadda saxlayın. Hansı ölkəyə məxsusdur? Ekvador. Ekvadora aiddir. Yaxşı, ümumiyyətlə Orta Atlantika silsiləsi üzərində yerləşən bir neçə ada, bir mesajda xahiş eləyirəm. Ən çox yazana burada qəşəng əl işarəsi qoyacağım ki, əhsən. Orta Atlantika silsiləsi deyirəm Aynur müəllimə. Hamı üçün bir dənə belə işarə. İslandiya, Azor, Müqəddəs Yelena, Tristan da Cunha, Voznesenia. Bəs hansı adalardır ki, həmin Orta Okean silsiləsi üzərində deyirlər, yəni iri davaların sərhədində yerləşmirlər? Bir mesajda yazında, biri Havay, aha, sonra biri Kanar, düzdür. Biri Yaşılburun, düzdür. Tamamilə doğrudur. Yaşılburun, Kanar, Havay, Komor, Maskaryan. Aha. Tamamilə doğrudur. Materik və okean tipli tavaların hərəkəti nəticəsində hansı okeanların sahəsi tədricən azalır? Daha doğrusu okeanın. Tamamilə doğrudur. Sakit okeanın sahəsi azalır. Bəs divergent sərhəd tək okeanda olmur da, quruda da olur. Quruda divergentə məruz qalan ərazilər hansı iki yarımada materiklərdən uzaqlaşır? Belə soruşum. Hansı iki yarımada materiklərdən uzaqlaşır? Bəli, Somali yarımadası Afrikadan uzaqlaşır, Kaliforniya yarımadası da Şimali Amerika materikindən uzaqlaşır. Bəs Şərqi Afrika sınma zonası hardan hara qədər davam edir? Konkret hansı dənizdən hansı çaya qədər? Əhsən, əhsən. Qırmızı dənizdən Zambez çayına qədər. Şərqi Afrika sınma zonası alçaq Afrikaya aid idi, yüksək Afrikaya. Tamamilə doğrudur. Çünki Şimal və Qərbi Afrika alçaq Afrika idi, Cənub və Şərqi Afrika yüksək Afrika. Bu Şərqi Afrika sınma zonasında yaranan göllər tektonik sınmada yoxsa tektonik əyilmədə yerləşən göllər hesab olunur?
əyilmə yox. Tektonik sınmada. Tektonik sınmada və yaxud da Graben'də yerləşən Afrika gölləri hansılardır? 3 göl. Nərmin müəllimə bilirdi, o sual verəcəm, hazırlamışdı. Maşallah olsun. Tanganyika, Nyasa, Rudolf. Tamamilə doğrudur. Bəs Afrikanın tektonik əyilmə zonasında yerləşən göllər hansılardır? Düzdür, Günay müəllimə, düz deyirsiniz. Tamamilə doğrudur. Baykal gölü tektonik əyilmədədir, yoxsa tektonik sınmada? Ona görə də bu gün dünyanın ən dərin şirin sulu gölüdür. Bəs Qazaxıstandakı hansı göldür ki, o da Graben'də, yəni tektonik sınma zonasında yerləşir? Tektonik göllərin hamısı şirin suludur, şor suludur. Qarışıq yazanlara eşq olsun. Xeyr yazanlara da eşq olsun. Ay yoldaşlar, Balxaş gölü tektonik sınmada yerləşir. Balxaş gölü şirin suludur. Və yaxud da Abşeronun gölləri tektonik göllərdir, şirin suludur. Diqqətli olun. Aha, daha sonra magmanın yer səthinə çıxmadan yer səthinə doğru hərəkəti necə adlanır? Magmanın yer səthinə doğru hərəkəti necə adlanır? Magmatizm adlanır, bəli. Bəs onun yer səthinə çıxması prosesi necə adlanır? Prosesi soruşuram. Vulkanizm adlanır. Deməli, vulkanlardan söhbət eləyəcək. Qədimdə baş verən proseslər necə adlanır? Tektonik proseslər. Qısa yazın. Paleo, neo yoxsa? Əlbəttə, qədim paleo tektonik. Amma müasir dövrdə baş verənlər neotektonikdə, ehtiyac yoxdur yazmağa. Maşallah olsun. Neotektonik proseslər. Qərbi Sibir ovalığı paleo, neo. Bax, özüm qəsidcə onu verdim. Qərbi Sibir ovalığı yaşına görə keçən dərs dedik ki, platformadır, yaşına görə cavan platformadır. O neo deyil, paleodur, paleotektonikdir. Platforma sözü var, paleotektonikdir, neo demeyin yoldaşlar. Bəs, Kür-Araz ovalığı tamamilə doğrudur. Bəs Tibet yaylası? Tibet dağlıq yaylası geosinklinalda yerləşən yayladır, həmkarlar. Nətər neo paleo ola bilər? Yaxşı, Braziliya yaylası? Paleo P hərfi də yaza bilərsiniz, narahat olmayın. Braziliya yaylası paleotektonikdir. Paleotektonik. Braziliya yaylası platformadır. Bəs Yukon yaylası? Bəs Yukon yaylası neotektonikdir, bəli. Bəs deyin görək, Altiplano Altiplano Cənubi Amerikada And dağlarında 20 dərəcə cənubi en dairəsində yerləşən yayladır. O ne olar da? Paleo olmaz ki, həmkarlar. Diqqətli olun, xahiş edirəm. Yaxşı. Skandinaviya dağları ildə nə qədər qalxır? Şimal dənizi ildə nə qədər enir? Skandinaviya dağları biraz açıqlama verim. Bəli, Şahnaz müəllimə düz deyir. 13 mm uzaqlaşırlar. Deməli, Skandinaviya dağları ildə 1 cm yuxarı qalxır. Şimal dənizi sahilləri ildə 3 mm aşağı inir. Onda bunlar arasındakı fərq
13 mm olacaq da. 1 sm 3 mm Gülnar müəllimə. Aydın oldu. Bəs Kür-Araz ovalığında, Qobustan Abşeronda balıq qulağından ibarət mişar daşları söhbəti nə ilə əlaqədardır? Tamamilə doğrudur. Tetis okeanının altında olubdur ona görə. Bax, niyə tektonik ərazilərdə vulkanlar, zəlzələlər baş verir? Belə hadisələr necə hadisələr adlanır? Dağıntılarına görə də. Dağıntılarına görə, Nasbəri xanım. Təbii ki, seismik hadisələrdir. O bir mənalı şəkildə. Dağıntılarına görə kataklizm. Aydın oldu. Vulkanik ərazilərdə daha çox hansı elektrik stansiyasından istifadə edirlər enerji alınmasında? Aha, geotermal elektrik stansiyalarından istifadə olunur. Hansı ölkənin paytaxtı ən təmiz havası olan şəhər kimi gündəmdədir, belə deyək? İrlandiya yox. Ola bilər R hərfi səhv gəlib, İslandiya. Paytaxt Reykjavik. Tingvellir Milli Parkına səyahət edən səyahətçilər hansı vulkanları görmədən geri qayıtmırlar? Eyjafjallajökull, Bardarbunga, İslandiya. Bunlar Şimali Avropa, Orta Avropa yoxsa necə? Təbii ki, Şimali Avropa. Vulkanlardan söhbət edirik. Magmanın yer səthinə doğru hərəkət etdiyi kanal necə adlanır? Yer səthinə çıxarkən, bəli, vulkan boğazı. Yer səthinə çıxarkən zirvədə yaratdığı çökəşiş necə adlanır? Kiçik kraterlər necə adlanır? Böyük kraterlər necə adlanır? Mardır, bəli, kiçik kraterlər. Əlbəttə, diametri 1500 metrdən artıq olan kraterlərdə kaldera adlanır. Tamamilə doğrudur. Yaxşı, onda mənə deyin görək. Yer səthinə çıxmış ərimiş magma. Lava adlanır. Bilirsiniz də indi nə soruşacağım. Bərkimiş lava necə adlanır? Nek adlanır. Əgər vulkan okean tipli yer qabığında baş verərsə necə vulkan adlanır? Əsası tərkibli və ya qalxanvari. Əsası tərkibli və ya qalxanvari vulkanlar necə lava axıdırlar? Meyillilikləri çox olur, az olur. Belə, meyillilikləri az olur. Kimsə qoşulur, bir saniyə zəhmət olmasa. Meyillilikləri az olur. Hündürlükləri də az olur da, onu yazmayın. Yaxşı, qalxanvari vulkanlara belə sual verim də sizə. Qalxanvari vulkanlar əsasən hansı litosfer tavalarında, daha doğrusu
hansı yer qabığında baş verir? Materik tipli yoxsa okean tipli yer qabığında? Qalxanvari vulkanlar. Ay, sağ olun. Bəs stratovulkanlar? Aferin. Yaxşı, Şimali Avropadakı vulkanlar stratovulkandır, qalxanvaridir. Diqqətli olun. Stratovulkanlar. Nətər strato ola bilər? İslandiya adası. Diqqətli olun. Əlbəttə qalxanvari vulkanlardır. Cənubi Amerika, Avropada stratovulkanlardan hansıları tanıyırsınız? Cənubi Avropada stratovulkanlardan hansıları tanıyırsınız? Etnadır. Yoxdur niyə ki? Yox, Məhbubə müəllimə. Nətər? Etna, Vezuvi, bunlar stratovulkanlardır. Materik tipli yer qabığında baş verirlər. Hətta Stromboli vulkanı, Günay müəllimə əhsən. Aha. Yaxşı, indi vulkanlar və onların yerləşdiyi Yaponiyanın şimaldan cənuba doğru 2 və 4-cü adasında yerləşən vulkanlar. 2 və 4-cü adasında müvafiq olaraq yazacağınızı qəbul edəcəm. Fujiyama və Aso. Yəni Fujiyama hansı adada yerləşdi? Fujiyama Hokkaido yoxsa Honshu? Hokkaido yazan yoxdur. Təbii ki, Honshu adasında. Bəs Aso vulkanı hansı adada yerləşdi? Küsü cənubdadır. Tamamilə doğrudur. Yaxşı, Fujiyama vulkanının ikinci adı. Demişdim, 4 hərfli. Fuji vulkanı. Yadda saxlayın. Hansı vulkan? Fuji vulkanı. Böyük hərfli adada kiçik hərfli vulkan, kiçik hərfli adada böyük hərfli vulkan. Söhbət Filippindən gedir. Ada vulkanı yazın, zəhmət olmasa. Hansı adada hansı vulkan? Adanın da adı, vulkanın da adı, zəhmət olmasa. Doğrudan da Pinatubo Lusonda, Apo Mindanao'da. Yəni, Apo az hərfli vulkandır, çox hərfli adadadır. Pinatubo çox hərfli vulkandır, az hərfli adadadır. Magellan hansı vulkanı görüb gözün yumub? Maraqlı bir sual. Öləndə hansı vulkanı görüb gözün yumub? Yəni, siz burada Magellanın öldüyü adanı bilməlisiniz. Magellan, bəli, Mindanao adasında həlak olubdur. Mindanao adasında da Apo vulkanı yerləşir. Papuaslar hər gün hansı vulkanla rastlaşırlar? Papuaslar, Papuas. Papua Yeni Gvineya. Papuaslar oranın yerli əhasidir. Papua Yeni Gvineya, yəni Yeni Gvineya adasında Lamington vulkanı yerləşir. Aha. Bəs Maorilər hansı vulkanı görürlər hər gün? Görməsələr ürəkləri partlayar. Söhbət Yeni Zelandiyanın Ruapehu vulkanından gedir. Martiniki adasında hansı vulkan yerləşir? Bəli, Şimal adasındadır Nigar xanım. Martiniki adasında hansı vulkan yerləşir? Montan Pele vulkanı yerləşir. Bəs Tayde vulkanı, Tayde hansı adada yerləşir? Tamamilə doğrudur. Kanar adasının aid olduğu ölkə.
Kanar adası hansı iqlim qurşağında yerləşir? Kanar adası tropik iqlim qurşağında yerləşir. Miqə bir dəfə sual düşmüşdü. Kanar adası İspaniyaya Kanar adasına aid olduğu ölkə Aralıq dənizi iqlim tipində yerləşsə də, Kanar adası Aralıq dənizi iqlim tipində deyil, tropikin kontinentalındadır. Kanar cərəyanı, soyuq cərəyan həmkarlar. Biraz məntiqli. Yaxşı, Cənubi Amerikada ekvatordan şimalda yerləşən vulkan. Söhbət Ruiz vulkanından gedir. Ruiz. Cənubi Amerikada ekvatordan şimalda yerləşən vulkan hansı vulkandır? Ruiz vulkanıdır. Yadda saxlayın, zəhmət olmazsa. Bu şeylər düşə bilər. Yaxşımı? Yaxşı, deyin görək. Semeru, Slamet, Aguna hansı adada yerləşir? Yava adasında. Yava Sumatra var da bilirsiniz. Yəni sığlar sığda yerləşmir. Semeru, Slamet, Aguna Yava adasında yerləşirlər. Bəs Sumatra adasında hansı? Kerinci. Krakatau da bunların arasında yerləşir. Yaxşımı? İndi məntiqli bir balaca bir-iki əlavə sual, diqqətli olaq zəhmət olmasa. Liuliako, Cənubi Amerikanın ən hündür vulkanı, həmçinin dünyanın ən hündür vulkanı, 6723 metr. Deyin görək, Liuliako vulkanı hansı işıqlanma qurşağında yerləşir? Bəli. Mülayim işıqlanma qurşağında. Yaxşı, Tayde vulkanı tropik iqlim qurşağındadır. Bəs hansı işıqlanma qurşağındadır? Argentina ölkəsi, tamamilə doğrudur. Tayde vulkanı tropik işıqlanma qurşağındadır. Bəs hansı iqlim qurşağındadır? Bəs hansı işıqlanma qurşağındadır? Tropikdən şimaldadır. Deməli bu şimal mülayim işıqlanma qurşağındadır. Əziz həmkarlar. Qütb işıqlanma qurşağında yerləşən yeganə iki vulkan. Qütb işıqlanma qurşağında. İslandiyada olan vulkanlar hansılarıydı? İslandiya deyirəm, Antarktidada. Erebusla terror. Yadda saxlayın. Yaxşı, deyin görək. Ruiz vulkanı hansı işıqlanma qurşağındadır? Ruiz vulkanı bəli, tropik işıqlanma qurşağındadır. Cənubi Amerikadan ekvatordan şimalda subekvatorialdadır. Subekvatorial tropik işıqlanma qurşağıdır. Yaxşı. Dünyada böyük və kiçik ağrı, Azərbaycanda böyük işıqlı, Gəlinqaya, Qızılboğaz, Pəriçinqılı, Ayçinqılı. Söhbət nədən gedir? Bəli, söhbət sönmüş vulkanlardan gedir. Bəs İranda? Bəli, İranda olacaq Savalanla Dəmavənd, həmçinin də Səhənd. Deyin görək,
vulkanik ərazilərdə su buxarının böyük təzyiq şəklində, fəvvarə şəklində yer səthinə çıxması necə adlanır? Söhbət geyzerlərdən gedir. Bunu bilən halal olsun. Yazmayın. Kamçatka yarımadasında hansı geyzer? Sayımız azaldı nəsə. 3 nəfər. Ay Allah. O Kamçatka yarımadasında Kulitsi sopkası vulkandır. Söhbət hansı geyzerdən gedir? Velikan geyzerindən. Velikan. Yadda saxlayın. Kamçatka yarımadasında. Hər 4 dəqiqədir, 5 dəqiqədir. O bir püskürür. Vulkanda krater, geyzer də nə? Yəni geyzer yer səthinə çıxarkən zirvədə yaratdığı çökəşiş nə adlanır? Bəli, söhbət qrifondan gedir. Vulkanda lava bəs geyzerdə mineral birləşmələr. Bəli, geyzerit. Vulkanda lava bəs palçıq vulkanında qarışdırmayın. Söhbət palçıq vulkanın yer səthinə püskürdüyü salzadan gedir. Salzanın bərkiməsi, lavanın bərkiməsi nek, salzanın bərkiməsi isə brekçi. Tamamilə doğrudur. Yerin ani vaxtlarında tərpənməsi zəlzələ adlanır. Kanadanın qərbi geosinknaldır, şərqi geosinknaldır. Link var qrupda müəllimə. Girin oradan qoşulmaq istəyirsə qoşulun. Məncə buradan çıxa bilmirəm axı. Kanadanın qərbi geosinknaldır, şərqi əlbəttə qərbi geosinknaldır. Yaxşı, zəlzələnin ocağı necə adlanır? Mən nətər bura müəllimə link ata bilmirəm axı, dəyərli hocam. Pərvanə müəllimə bir dənə linki götürün atın da bura şeydən, səhifədən. Çox xahiş edirəm. Zəlzələnin mərkəzi necə adlanır? Hiposenterdir, bəli ocaq. Təşəkkür edirəm sizə müəllimə. Nigar xanım, təşəkkür. Zəlzələnin ocağı epicenter adlanır. Zəlzələnin mərkəzi epicenter adlanır. Zəlzələnin ocağı hipocenter, mərkəzi epicenter. Epicenter hipocentrə ən yaxın məsafədə olduğuna görə ən güclü dağıntılar da məhz orada baş verəcək. Ən güclü dağıntılar səth zəlzələlərində olur, yoxsa çox böyük dərinlik zəlzələlərdə? Ən güclü dağıntılar səth zəlzələlərində olur, yoxsa harda olur? Dərinlikdə. Bəli. Ən güclü zəlzələlər, dağıntılar səth zəlzələlərində olur ki, səth zəlzələləri kiçik ərazini əhatə edir, dağıntısı çox olur. Amma belə çox böyük dərinlik zəlzələlər böyük əraziləri əhatə edir. Amma nədir? Dağıntıları az olacaq. Aydın oldu. Bu da belə. Belə həmkarlar, belə. Bu bizim vulkanlar, zəlzələlər olan dərsimiz idi. Demək olar ki, biz dərsi yekunlaşdırdıq. Əhsən, testlər var idi. Testlərdən kiminsə səhvi varsa açsın baxaq. Vaxtımıza hələ var.